Bugün değerli dostlar, hem de çok değerli Dilara xanımın doğum günüdür. Bugüne təsadüf eləyib və Dilara xanım bizim için çok əzizdir. Dilara xanımı mən buradan bütün Azərbaycan Xalq Parlamenti adından təbrik eləmək istəyirəm. Dilara xanımın möhkəm can sağlığı arzuyoruz və onu yaxalamış, yarı yolda yaxalamış bu xəstəlikdən tezliklə canını qurtarmasını istəyirik. Xəstəliyin onun bədənindən tezliklə getməsini arzuyoruz. Və Dilara xanım bizim için çok əziz, değerli dostlar. Xüsusilə parlamentimizin ilk gündən bizdən birlikdədir. Milli Müqavimət Hərəkatının ilk gündən bizdən birlikdədir və ümumiyyətlə hərəkatın ilk gündən bizlərlə birlikdədir. Belə bir değerli insanın doğum günü təbrik eləmək bizim için çok böyük başucaqlıq və xoşbəxtlikdir. Dilara xanım, sizə söz veririk, buyurun. Açın mikrofonunuzu. Salam, axşamınız xeyir. Hər birinizi salamlayıram və eyni zamanda bütün tamaşaçıları salamlayıram. Temur bəy, çox sağ olun, təşəkkür edirəm. Mən buradan bütün Azərbaycan xalqına və parlamentimizdəki millət vəkillərinə və sədr olaraq sizə söz verirəm ki, Azərbaycan xalqı üçün əlimdən gələnən yaxşısını etməyə çalışacağım. Nə qədər həyatda ömrüm var, bu yoldayam. Mən yazına da bildirmişəm ki, əgər dünyaya bir daha gəlmə şansım olsa, yenə bu yolu seçərdim. Çünki bu yol bilirəm ki, şərəf yoldur, namus yoldur, bu yol qeyrət yoldur. Bu yoldan olduğum için peşman deyiləm. Nə olur olsun, sonuç üçün, nə ilə olur olsun. Amma əsas arzumuz da bu işin qələbəyə getməsinlə bağlıdır ki, biz bunun bəhrəsini görək. Bəli, bu xəstəlik yaxaladım. Mənim kimi çox insanlarımız bu xəstəliyə düşər oldu. Kimisi dünyasını dəyişdi, kimisi hələ də mücadilə edir. Allah onlara mücadilə edənlərə şəfa versin. Həyatını itirənlərə də Allahdan rəhmət diləyirəm. Hər birinizə təşəkkür edirəm. Bütün Azərbaycan xalqına da təşəkkür edirəm. Temur bəy, gerçəkdən böyük bir qürur oldu. Mənim üçün şərəf oldu. Bugünkü bu təbriklər, inanın ki, təbriklərin sizə yüzlərlə təbriklər sayı hesabı yoxdur. Şəxslərlə nə qədər təbriklər gəlib. Elə insanlar təbrik edib ki, gerçəkdən də heç mən gözləmədik ki, o insanlar mənə təbrik yazarlar. Hər birinə təşəkkür edirəm. Bütün mənə təbrik yollayan bütün Azərbaycan xalqına. Mənə dəyər verdiyi üçün. Qürurlanıram ki, demək bu sevgiyi, bu hörməti qazanmışam. Hamımız gözəl bilir ki, bir məmur rəhmətə gedəndə hamı lənət oxuyur. Amma bu günləri mən fəxr edirəm ki, xalqı mənə bu dəyər verirsə, demək, yarın sabah bir şey olursa, o lənətə, rəhmət, yüzlərlə, minlərlə rəhmətə nail olacağım. Buna görə mən qürurlanıram. Xalqımın etimadını doğrulduğuna görə, etimad etdiyinə görə, onların etimadını qazandığıma görə hər birinizə təşəkkür edirəm. Sağ olun. Uğurlar arzulam hər birinizə. Var olun.